Qubada Bilim Quba mərkəzi istifadəyə verilib. Quba Asan Həyat kompleksində yerləşən mərkəz Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərir. Mərkəzin açılış tədbirində prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun Direktorlar Şurasının sədri Elvan Kuzucu-Hıdır, Azərbaycanlı və Türkiyəli digər rəsmilər iştirak ediblər. Bildirilib ki, mərkəzin istifadəyə verilməsində məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır. Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Qeyd edək ki, Bilim Azərbaycan modelinin ilk nümunəsi olan Bilim Bakı mərkəzi 2022-ci ildə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi Bilim Quba bölgədə fəaliyyətə başlayır.